adlı tədbirimizə xoş gəlmisiniz. İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqə ayrı seçkilik, deportasiya və soyqırımlara məruz qalırdılar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insan hüquqlarını kobudcasına pozmuşdur. Uşaqların hüquqlarını qorumağa dair mükəmməl bir sənəd 1989-cu il noyabr 20-sində BMT tərəfindən imzalandı və Uşaq Konvensiyası yaradıldı. Bu konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikasının konvensiyası 1992-ci ildə ratifikasiya edilmişdir. Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı konvensiya iştirakçı ölkələri uşaqların öz ölkələrini sosial-siyasi həyatından daha fəal və yaradıcı iştirakçına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqə ayrı seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisi rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Mütləq tədbirimizi poziciylə. Bu nədir? Məktəbli çantası. Bəs məktəbli çantası nə deməkdir? Onun içində məktəb dəftər, qələm, kitab olur. Bəs kitab, dəftər, qələm nədir? Kitabda oxuyuruq, dəftərdə yazırıq. Bəs kitablarda yazdıqdan sonra onları verirsiniz? Məktəbə təhvil veririk. Məktəbə təhvil verdi, sonra nə olur? İşə düzəlirik. İş nədir bəs? Bunlar heç nə bilmirlər ki. Gəlin biz də gedək aramızdan istəyək. Mən qalma yemək tamamladım, mən də məktəbdə. Həyatına ilin düşündü Allah. İşte. Zasiyyətin pulu. Ay, gəl. Gəl, bana da gəl. Pozulmuşdur. Ona görə gəlin bu mövzunu müzakirə edək. Bildiyimiz kimi Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqqında məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünür. İnşa hüquqları nədir? Bura məsələn, istirahət etmək, oynamaq, təhsil almaq, mədəni tədbirlərə cəlb edilmək, iştirak etmək, məlumat əldə etmək, azad fikir və din hüquqlara aiddir. Müdafiə hüquqları. Bu hüquqlar uşaqların müxtəlif növ zorakılıq və istismardan qoruyur. Bu hüquqlar məsələn, qaçqın uşaqlara qayğı göstərilməsi, zorakılıq, cəzalandırılma, hərbi münaqişələrə cəlb edilməsi, narkotikdən istifadə edilməsi və sairə zorakılıq və istismarı əhatə edir. İştirak hüquqları. Bu hüquqlar uşaqlara yaşadıkları cəmiyyətdə fəal iştirak etməyə kömək edir. Bunlar azad fikir söyləmək, öz həyatlarına aid olan məsələlərdə öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf etdikcə onların cəmiyyətdə inkişafı da daha da artır. Bu da uşaqların məsuliyyətli vətəndaş kimi böyüməsində onlara kömək edir. Yaşamaq sərvətlikdə təhsil alma hüququ pozulur. Yaşamaq hüquqları bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqlara aiddir. Həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olan hüquqlar da bura aiddir. Burada uşaqların oynama hüquqları pozulur. Burada təhsil alma hüququ pozulur. Burada uşaqları zorakılıqla iş gördürür, dirəncilik etməyə məcbur edirlər. Uşaqların dincəlmək hüququ pozulur. İndi isə biz məndə ixtiyar olsa şeirini dinləyək. Uşaqlar ağlamasın,
amalı yağmasız. Mən istəyirəm güllər açılsın, güllələr açılmasın, amanlı yağmasız. Hər şey insana baxsın, insan ona baxmasın. Gecələr ulduzlara yox olsun, insanlar yatıb dincəlsin. Açsın gözlərini sabahın uğurlu səhərinə. Yatıb dincəlsin sabahın səhərinə. Axsa bulaqlar göz yaşı kimi torpağın üzərində. Bulaqlar göz yaşı kimi axmasın dünyanın heç bir yerində. Mən istəyirəm sevgi, səadət bol olsun. Ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun. İngiliscə sinifimizin rəqqasları Mehdinin müşayiəti ilə Qobustan rəqsini ifa edəcəklər. Söyle yavrum, hiç sıkılma. Var efendim var. Lakin Mermer her gün söyler. Onların yok kıymeti. Bir kızın ancak bilgidir, temizliktir ziyneti. Pek doğru söz. Bu dünyada senin en çok sevdiğin kim? Söyler misin yavrum? En çok sevdiğim ülkün Allah ki yeri göğü insanları halk eyler. Sonra kimler? Sonra onun gönderdiği elçiler Sonra nasıl, yok mu? var. Kimler onlar? Anam, babam, Mermem, bir de bütün insanlar. İngilizce bir kızın anasına mektubuna kulak asar. Soğan sol əldə sarımsaq verərək mənə sağ və sol tərəfləri öyrətdi. İndi artıq sağ və sol tərəfləri tanıyıram. Keçən dəfə yanına gəldikdə, bax buram ağrıyır deyə demişdim sənə, yadındadır. İndi oranın hansı tərəf olduğunu bilirəm. Bax buram, sol tərəfim ağrıyır. Özü də hər gün ağrıyır. Dünən səhər Ayşənin anası onun saçlarını hörüb məktəbə yol saldığını gördüm. Onun saçlarında gözəl bantlar var idi. Mən ağladım, çox utandım. Müəlliməm soruşdu, nə olub, niyə ağlayırsan? Heç, dizim ağrıyır deyə dedim. Amma əslində dizim yox, sol tərəfim ağrıyırdı. Həmin gün mənim də saçlarımın hörülməsini istədim. Atam öldü. Amma Ayşəninki kimi səliqəli alınmadı. Ondan saçlarıma bant vurulmasını istədim. Atam isə dedi, qızım, mən saç bant vura bilmirəm. Heç olmasa məni məktəbə yola sal deyə dedim. O isə, qızım, işə getməliyəm deyib başımı sığalladı. Mən göz yaşlarımı silib məktəbə getdim. Yolda ağladım. Hamının corabları ağappaq idi. Mənimki isə bomboz. Zeynəb deyirdi, anam ağ paltarlarımı ayrıca yuyur. Amma mənim atam isə bütün paltarlarımı bir yerdə yuyur. Uf, hər gün çantama kalbasa çörək qoyur. Amma ona deməmişəm ki, sinif yoldaşlarım məktəbə cürbəcür biskvilər, şirniyyatlar gətirir. Bilirəm, atam biskvi, şirniyyat bişirə bilmir. Sabah müəlliməm məndən ana haqqında inşa istəyəcək.
Atama yazdıracağam. Bilirəm müəlliməm bilsə acıqlanacaq, amma neyləyim, səni görməmişəm. Görmədiyim adam haqqında necə danışır, necə yaza bilərəm? Yuxularıma gəl. Sən yuxularıma gəlməyəndə sol tərəfim ağrıyır. Anacan, sənin həsrətindəyəm. Əlbəttə mən əhəmiyyət rəngiyəm. Mən həyatım və ümidim rəngiyəm. Çəmənlər, yarpaqlar, ağaclar üçün seçilmişəm. Yer üzünə bir baxın, hər tərəf mənim rəngimlə əhatə olunub. Sən yalnız yer üzünün rəngisən, bəs mən həm dənizin, həm səmanın rəngiyəm. Səmadakı mavi insanlara dinizlik verir. Dinizlik olmadan da siz heç bir şey bilməzsiniz. Siz zarafat edirsiniz, mən güneşin rəngiyəm. Bu dünyaya istilik verirəm. Mən olmasam, siz hamınız donarsınız. Mən hamınızdan üstünəm. Mən qan rəngiyəm. Qan olmadan olarmı? Mən təhlükəli rəngiyəm. Eşq və etiraz məndədir. Mən olmasaydım bu dünya bomboş qalardı. Bəs mən? Mən müqavimətin və sağlamlığı rəngiyəm. İnsanların yaşaması üçün lazımlı olan vitaminlər mənim rəngim tapılır. Ortalıqda görünməyə bilərəm. Amma günəş doğularkən və batarkən o gözəl rəngi səmaya verən mənəm. Unutmayın. Və hamımızdan üstün olan mənəm. Mən gücün və bilgiyi rəngiyəm. Bütün kral və liderlər məni seçirlər. İnsanlar məni təqavüt etməzlər. Onun yerinə dilə tutub və söhbət edər. Sarı rənglər, sizin bu davanızın mənası nədir? Siz bilirsinizmi ki, hər biriniz fərqlisiniz və fərqli vəzifələr üçün yaradılmışsınız. İndi əl-ələ tutub yanıma gəlin. Bundan sonra hər yağış yağanda göy qurşağı yaradır. İnsanlar sizə baxanda saçları izləyib getirsinlər və sizə göy qurşağı desinlər. Razılaşdıqmı? Razılaşdıq. Süd bayrağı yüksəldək. Süd bayrağı dalgalasın, hər tərəfə süd yayılsın. Dünyadakı balalara sevincdən pay ayırsın. Mənim arzum budur. Günəş başımızın üstündə olsun. Gecələr sübhə qədər ay uşaqlara desin laylay. Bir sehirli yağış yağsın, dünyanı tərtəmiz etsin. Uşaqları sevməyənlər çıxsın, dünyamızdan geçsin. Bütün qəfəsləri açır, quşları görə bıraxın. Sür azadlıq himnini əl-ələ tutar, oxuyaq. Bütün dünyaya uşaqların arzularını xəsinlər, dünyanın gül doğur. Sülhün azadlıq nəğməsi, sevincimizi ən ülkəsi, göyərçinlər göyə qalxsın, hamını sülhə çağırsın.
Hamınıza təşəkkür edirəm ilk növbədə. Bu bayram münasibətilə hamınızı təbrik edirəm. Uşaqlarımızı xüsusilə, çünki uşaqların bayramıdır bu bayram. Bəzadə mən tədbir haqqında söz deyərəm. Bugünkü tədbir müasir dövr üçün çox aktual bir tədbirdir. Müxtəlif güc dövlətlərinin ölkələrdə törədikləri müharibələr, terrorlar nəticəsində insanlar çox çətinliklər qarşısında qalırlar və ilk növbədə bundan da uşaqlar əziyyət çəkirlər. Acılıq, yoxsulluq, səfalət və eyni zamanda qaçqın məsələsi bugün bütün dünyada bir aktual məsələ kimi qarşıya çıxmışdır. Bugünkü tədbir həmin mövzularla məsələlərlə tam uyğunlaşır və uşaqlara gələcəyi üçün yaxşı günlər arzulayırlar. O cümlədən bizim də Respublikamız üçün bugün erməni işğalına məruz qalmış Azərbaycanın üzərindən, Azərbaycan səmasından bu qara bulud çəkilsin, aydın səma, günəşli, gün altında günlər bizim balalarımız şən və xoşbəxt yaşasınlar. Mən buna inanıram. Eyni zamanda məktəb rəhbərliyi tərəfindən Zəminə müəllimə sizə, bu tədbirdə iştirak edən müəllimlərə, valideynlərə, əziyyətli olan adamlara, eyni zamanda bizim balalarımıza çox razılığımızı bildiririk. Sağ olun, çox gözəl tədbir alındı. Ben böyle bir şəkil çəkdirəyim. Bu cür gözəl tədbirə görə çox sağ ol deyirəm. Əsas biz bu gün nə öyrəndik? Əsas öyrəndik ki, 20 noyabr uşaqların müdafiə günü. Düzdür. Sonra öyrəndik ki, yəni ki, bütün hüquqlar bizim üçün çox vacibdir. İstəyir yaşamaq hüququ, təhsil hüququ. Siz öz hüquqlarınızı bu tədbirdə tanımadınız və səhnəciklərdə də göstərdiniz ki, doğrudan da anladınız ki, harada uşaqların hüquqları pozulmuşdur. Baxın, sizin necə hüququnuz var, sizin təhsil almaq hüququnuz var. Amma siz özünüz göstərdiniz ki, bəzi uşaqlar var ki, bu hüquqdan məhrumdular. Onları valideynlərlə çox olmağa da qoymurlar. Ona görə siz gərək çalışaq ki, valideynlərimizə minnətdar olasınız, müəllimlərimizə minnətdar olasınız ki, sizin bu hüququ həyata keçirməyə imkanınız var. Və ona görə dərsləri daha da yaxşı nə etməliyik? Bəli, bundan sonra daha da yaxşı olmaq. Sizə dərin minnətdarlığımı bildirəm, mən çox böyük həzz aldım, sizə də dərin çox sağ olun, valideynlərə də hamıya. Qoşuldum, Aytacın çıxışı məqamına qoşuldum. Doğrudan qəlbi notlara kökləndim. Sizə baxılır, uşaqlar fikirləşirəm ki, müəllimlik doğrudan da ədalətsiz peşədir. Bilməm, bu anda mənim qəlbimdə o duyğular yarandı. Niyə? 4 il, yəni mən İqtidai müəllim kimi çıxış edirəm əlbəttə ki, 4 il sizə öyrəşirik. Qəlbimizin laf dərinliklərində sizə geniş bir güşə ayırırıq. Siz orada yurt salırsınız. 4 il tamam oldu. Quş kimi uçdunuz, qanadlandınız. Əlinizdən göyərçin olub uçdunuz. Biz yenidən başqa məhəbbətə köklənirik. Və bugün sizə baxıram uşaqlar. Qəlbimdə yalnız bir arzu var. Qoy sizin başınızın üstündə həmişə ağ göyərçinlər qanad çalsınlar. Qoy həmişə sarı günəş parlasın. Qoy mavi buludlar olsun. Qoy əhatənizdə yalnız əlvan çiçəklər. Bir də atanız, ananız, sizi sevərləriniz. Sizə baxıram, düşünürəm ki, görəsən siz o zirvələrə yüksələcəksinizmi ki, ondan bizə pay düşsün? Görəsən Allah bizə o ömrü nəsib eləyəcəkmi mən sizin o gününüzü görüm? O günlərdə məktəbin qapısında bir uca boy, saçlı, saqqallı, belə enli, kürək, yaraşıqlı bir oğlan qaça-qaça yaxınlaşır mənə. Deyir, müəllimə, məni tanıdınız? Deyirəm, səni yanmayasan, səni tanımamaq olar. Mənim laf 1-ci il, onda 21 yaşım var idi mənim, onda götürdüyüm sinifimdən bir oğlum. Deyir, müəllimə, evlənmişəm. Düşünün, mən necə duyğular yaşadım. Bugün baxıram bu uşaqlara, deyirəm, uşaqlar, sizə Allah elə bir ömür yolu, elə bir həyat yolu, elə bir təhsil yolu nəsib eləsin ki, inşallah. Demirəm valideynləriniz, demirəm bugünkü Zəminə müəllimə, mənə ondan pay düşsün. Təsəvvür edirsiniz, siz heç olmasa 7 il lazımdır ki, siz məktəb bitirəsiniz, ali məktəbə qəbul olasınız, ailə həyatı qurasınız, ata olasınız, ana olasınız və s. və ilaxır, yəni zirvələrə yüksələsiniz. Həmin dövrlərdə mən sizin yanınızda olmayacağım. Bilmək olmaz mən harada olacağım, siz harada olacaqsınız. Amma mən elə bir yüksəliş sizə arzu edirəm, elə bir yüksəliş arzu edirəm ki sizə, onun sorağı
yayılsın. Demirəm Bakıya, Azərbaycana, bütün dünyaya yayılsın. İnşallah, inşallah. Əlbəttə ki, hər oxuyan Molla Pənah olmur. Mən bilirəm ki, müxtəlif sahələr var. Hər bir sahəyə, hər bir peşəyə yiyələnmək lazımdır. Hərəniz bir rütbədə olacaqsınız. Necə birimiz ucada, birimiz alçaqda. Amma mən arzu edirəm ki, siz yarımçıq papaqçı yox, kamil palançı olasınız inşallah. İnşallah. Yəni mən buna çox ümid edirəm. Mən bilirəm ki, siz istedadlı, qabiliyyətli, bacarıqlı, geniş qəlbli, dəcəl olduğunuz qədər haylı, küylü, səsli, çılğın olduğunuz qədər də bəli, yəni dilləri var, dilçəkləri var. Mən bu uşaqlara əminəm. Geniş qəlbləri var, gözəl qəlbləri var, səmimi, pak. Doğrudan da gözəl duyğulu insanlar, uşaqlardırlar. İnşallah elə insanlar olaraq da böyüyəsiniz. İnşallah, inşallah. Bizim başımızın ucalığı, bizim fəxrimiz olasınız. İnşallah. Öpürəm hamınızı. Böyük vəzifələrdə işləyirlər. Yəni ki, Allah rəsum bunların hamısı hər kəsən öz payına düşən böyük vəzifələrdə işləsin. Səsləri ucalardan gəlsin.